Bilirdinizmi, şəhərsalma üzrə dünyanın ən aparıcı konferanslarından biri hesab olunan World Urban Forum ilk dəfə 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunmuşdu. Burada əsas məqsəd dünyanın üzləşdiyi ən aktual problemlərdən birini, sürətli urbanizasiyanı və onun şəhərlərə, iqtisadiyyata, siyasətə, icmalara və iqlim dəyişikliyinə təsirini araşdırmaq idi. Onu da qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumu Birləşmiş Millətlər Təşkilatının İnsan Məskəni proqramı tərəfindən hər il təşkil edilir və idarə olunur. İlk dəfə birinci sessiyası Nairobinin Kenya şəhərində 2002-ci ildə keçirilən konferansın 13-cü sessiyası 2026-cı ildə Bakıda təşkil olunur. Bu konferansı digərlərindən fərqləndirən əsas cəhətlərdən biri odur ki, Liderlər Sammiti WUF tarixində ilk dəfə 13-cü sessiyada təşkil olunmuşdu. Qeyd etmək lazımdır ki, ev sahibliyi edən şəhər yalnızca tədbir məkanı olmur, o həm də özünün şəhərsalma modelini dünyaya təqdim etmək imkanı qazanır. 2026-cı ildə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına dünyanın 182 ölkəsindən 40 mindən çox iştirakçı qatılıb. Hazırda mayın 20-si forumun 4-cü günündəyik. Forum 22 maya qədər davam edəcək və biz hələ bilmədiyimiz çox şey öyrənəcəyik.